Görkəmli İslam alimi Həzrəti Ayətullah Seyyid Əli Salyani. Ayətullah Seyyid Əli Salyani Qafqazın məşhur alimlərindən və ali məqamlı ruhani şəxslərindən biri olmuşdur. Təqribən miladi 1870-ci ildə Salyan şəhərində dünyaya gəlmiş və ilk təhsilini doğma şəhərindəki mədrəsədə almışdır. Gənc yaşlarında Masallı şəhərinə gedərək dini elmlərin ibtidai mərhələlərini oradakı alimlərdən öyrənmiş və daha sonra fiqh və üsul elmində ali səviyyələrə yiyələnmək üçün Lənkəran şəhərinin elmi dini hövzəsinə daxil olmuşdur. Təqribən miladi 1898-ci ildə Nəcəfül-Əşrəfə səfər etmiş və orada Ayətullah Molla Məhəmməd Fazil Şərbiyani, Seyyid Məhəmməd Kazım Təbatəbai Yəzdi və Axund Molla Məhəmməd Kazım Xorasani kimi böyük alimlərin dərslərində iştirak etmiş, yüksək elmi və mənəvi dərəcələrə yiyələnmişdir. (1923-cü ildə doğma yurdu olan Salyana qayıtmış və dini maarifin yayılması, şəriət hökmlərinin təbliği və xalqın maarifləndirilməsi ilə məşğul olmuşdur. Sovet hökumətinin dinsiz və kommunist rejimi dövründə digər Qafqaz alimləri kimi o da təqib, əzab və işgəncələrə məruz qalmışdır. (1930-cu illərdən sonra Sovet rejimi tərəfindən ruhanilərə və möminlərə qarşı təzyiqlər daha da güclənmiş, Stalin diktaturasının dəhşətli istibdadı çox sayda alimi sürgün, həbs və ya şəhid etmişdir. Həzrət Ayətullah Seyyid Əli Salyani də ölüm təhdidinə məruz qalmış və bu səbəblə çətin və məşəqqətli yollarla təkbaşına Təbriz şəhərinə hicrət etməyə məcbur olmuşdur. Təbrizə hicrət etdikdən sonra həyat yoldaşı və övladlarının ona qoşulması mümkün olmamış və o, ömrünün sonunadək övlad həsrəti ilə yanmışdır. Elmi və mənəvi məqamına görə Təbrizin məşhur məscidlərindən biri olan Cümə məscidində imam cəmaat olaraq fəaliyyət göstərmiş və dini vəzifələrini davam etdirmişdir. Təqribən miladi 1951-ci ildə ailəsini və övladlarını görə bilmək arzusuna çatmadan öz canını məbuduna təslim edib haqq diyarına qovuşmuşdur.